Salam, hər vaxtınız xeyir olsun. 11-ci sinif 3-cü qrupların coğrafiya suallarının izahına baxırıq. Yaz gecə və gündüz bərabərliyi günü, payız gecə və gündüz bərabərliyi gündən hansı əlamətdən görə fərqlənir? Biz bilirik ki, 21 mart tarixində o cümlədən 23 sentyabr qeyd edirik. 21 mart tarixində yaz gecə gündüz bərabərliyi, 23 sentyabrda isə payız gecə gündüz bərabərliyi müşahidə olunur. Variantlara baxaq. Şimal və cənub yarımkürələri bərabər işıqlanır. Bəli, həm yaz gecə gündüz bərabərliyi günü, həm də payız gecə gündüz bərabərliyi günü həm şimal yarımkürəsi, həm cənub yarımkürəsi bərabər işıq alır. Bu tarixdən etibarən bizdən isə fərqli əlaməti soruşur. Bu tarixdən etibarən 22 iyuna qədər şimal yarımkürəsində gündüzün uzunluğu gecənin uzunluğundan daha çox olmağa başlayır. Bəli, doğru cavab burada B variantıdır. Biz bilirik ki, 21 mart tarixindən etibarən Günəş şimala doğru hərəkət edir və 22 iyunda 23,5 şimal tropik xətti üzərində zenitdə olur. Bu zaman şimal yarımkürəsi daha çox işıq alır, cənub yarımkürəsi isə daha az işıq alır. Digər variantlara baxaq. Bakı şəhərinə Günəş şüalarının günorta vaxtı 50 bucaq altında düşür. Xeyr, biz bilirik ki, Günəş ekvator xətti üzərində zenitdə olanda Bakıya Günəş şüalarının düşmə bucağı bəli, bizdən fərqli əlaməti soruşduğu üçün C variantı doğru cavab olacaq. Bakı şəhərinin Günəş şüalarının günorta vaxtı 50 bucaq altında düşür. Bizə isə fərqli cavab soruşur. Günorta vaxtı 45 şimal enində şaquli bastırılmış cismin kölgəsi cismin öz uzunluğuna bərabər olur. Bu oxşar cəhətdir. Günəş ekvator üzərində zenitdə olur. Bəli, həm payız gecə gündüz bərabərliyi, həm də yaz gecə gündüz bərabərliyi Günəş ekvator xətti üzərində zenitdə olur. Doğru cavabımız olacaq B variantı. Növbəti suala baxırıq. Deməli, xəritə sxemasından rəqəmlara müvafiq gələn yaylaları müəyyən edin. 1 Meksika yaylası doğrudur. 1 Meksika yaylası doğrudur. 2 Dekan yaylası doğrudur. 3 Efiopiya yaylası doğrudur. 4 Kars platosu. Bəli, bu da doğrudur. Elə düzgün cavabımız A variantı. Digər variantlara qısaca baxaq. B variantı 1 Colorado platosu. Xeyr, Colorado platosu daha yuxarıdadır. Bax, bu hissədə təqribən buradadır. 2 Tibet yaylası. 2 Tibet yaylası təqribən bura düşür. Bax, Tibet yaylası bura düşür, amma bizdə 2 də Dekan yaylasıdır. 3-ə baxır Şərqi Afrika yaylası. Bunu bayaq qeyd elədik. Şərqi Afrika yaylası bu hissəyə düşür. Təqribən bir də Meseta yaylası. Meseta yaylası 4 göstərib, amma Meseta yaylası İspaniya arasına düşür təqribən. Meseta yaylası bura. Doğru cavabımız A variantı. Digər suala baxırıq. Aha, 63-cü suala baxırıq. Böyük Qafqaz dağlarında yerləşən mineral blokları müəyyən edin. Baxırıq, Böyük Qafqaz dağlarında yerləşən mineral blokları soruşursa, deməli Tuşsu, Şirlan, Xaşı, Çuxuryurt. Tuşsu, Şirlan bilirik ki, bu Kiçik Qafqaz dağlarındadır. Bu Kiçik Qafqazdadır. A variantı getdi. Bədo, Bum, Xalxal, Çuxuryurt. Aha, doğru cavabımız B variantı olur. Bədo, Bum, Xalxal, Çuxuryurt. Şirlan bayaq qeyd edirik, Kiçik Qafqazdadır. Qalaltı, Minkə, Cimi, Donuzitən. Donuzitən Lənkəran zonasında yerləşir. Lənkəran təbii vilayətində. D variantı da getdi. Şıx, İlisu, Donuzitən, İstisu. Burada Şıx, İlisu, Donuzitən, İstisu. İstisu da biz qeyd edirik ki, Kiçik Qafqazdadır. Doğru cavabımız B variantı. Növbəti suala baxırıq. 63. Aha. 64-cü suala baxırıq. Eylerben diaqramına əsasən uyğunluğu müəyyən edin. Yaşma düzü və Lənkəran ovalığı. Kürd dağ arası çökəkliyi tektonik çökmə zonasında yerləşir. Kürd dağ arası çökəkliyi tektonik çökmə zonasında yerləşir. Müəllim məsələdir. Deməli 1, yəni 1 rəqəmi gedəcək ikinciyə, yəni Lənkəran ovalığı Kürd dağ arası çökəkliyi zonasına gedəcək. 1 gələcək bura. Aha. Xəzər sahili mövqeyə malikdir. Həm Yaşma düzü, həm Lənkəran ovalı. Hər ikisi də Xəzər sahili mövqeyə malikdir. Aha. Xəzər sahili mövqeyə malikdir. Palçıq vulkanları yayılmışdır. Palçıq vulkanları əsasən Yaşma düzündə, yəni Böyük Qafqaz tektonik qalxmasında daha çox yayılıb. Ona görə 3-ü götürəcək 1 rəqəminə. Əsasən Təbaşi və Neogen dövrlərinin çöküntüləri yayılmışdır. Bu da Yaşma düzünə aiddir. Deməli, birinciyə baxırıq.
Doğru cavabımız olacaq C variantı. Birinci aiddir 3, 4, ikinci aiddir 1, üçüncü aiddir 2. Üzr istəyirəm, bir dəqiqə. Birinci aiddir 3, 4, ikinci aiddir 1, üçüncüyə də aiddir 2. Doğru cavab bu da C variantı. Uyğunluğu müəyyən edin. 10 şimal en dairəsi, 5 qərb uzunluğu, 40 şimal en dairəsi, 110 qərb uzunluğu və 70 cənub en dairəsi, 105 şərq uzunluğu. Uyğunlaşdırmadır. İl ərzində gecə və gündüzün uzunluğu arasında vaxt fərqi daha çox olur. İl ərzində gecə və gündüzün uzunluğu arasında. Bax, gəl əvvəl baxaq görək. 10 şimal en dairəsi, 5 qərb uzunluğu hansına uyğun gəlir? 10 şimal en dairəsi, 5 qərb uzunluğu məlum məsələdə Afrika materikində yerləşir də. Birinci aiddir C. Sonra görək, Günəş ildə 2 dəfə zenitdə olar. Ekvator, deməli, Günəş ildə 2 dəfə zenitdə olar. Bəli, bu Afrika materikinə aiddir. Çünki 10 şimal en dairəsi tropiklər arasında yerləşdiyinə görə 10 şimal en dairəsi məlum məsələdə Günəş burada ildə 2 dəfə zenitdə olacaq. Baxırıq, ikinciyə baxırıq. Deməli, 40 şimal en dairəsi 110 qərb uzunluğu. Yeni sutkanı daha gec qarşılayır. B variantına baxırıq, yeni sutkanı daha gec qarşılayır. Məlum məsələ 40 şimal en dairəsi 110 dərəcə qərb uzunluğuna baxırıq. Ən qərbdə olduğuna görə yeni sutkanı daha gec qarşılayacaq. Və 70 cənub en dairəsi 105 şərq uzunluğu il ərzində gecə və gündüzün uzunluğu arasında vaxt fərqi daha çoxdur. Bəli, qütbə yaxın olduğuna görə 70 cənub en dairəsi və 105 şərq uzunluğunda il ərzində gecə və gündüzün uzunluğu arasında vaxt fərqi daha çox olar. Üçüncüyə gedəcək A. Üçüncüyə də A-nı götürürük. Deməli, doğru cavab 65-də E variantı. Növbəti suala baxırıq. 66-cı sual. Maraqlı sualdır bu da. Deməli, cədvələ əsasən doğru sıranı müəyyən edin. Silsilələri verib və ona uyğun əlamətləri seçirik. Murovdağ. Murovdağda ən uca zirvə Camışdağdır. Bəli, 3000. Burada qələmimiz yaxşı yazmadı. 3724 metrdir. Yox, qələmimiz yaxşı yazmadı. 3724 metrdir. Yəni 1 doğrudur. Burada el plusu buradan qoyaq. Buzlaq yerlə formalarına rast gəlinir. Təbii ki, buzlaq yerlə formalarına rast gəlinir. Deməli 1 doğrudur. 2-yə baxır, peştəsər. Mütləq hündürlüyü 2500 metrdən azdır. Bu da doğru fikirdir. Və Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Məlum məsələdir, Talış dağları ərazisidir. Talış dağları da Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşir. Bu da doğru fikirdir. Deməli 2-ni də götürürük. 3-ə baxırıq. Qarabağ ölkə sərhədində, Qarabağ ölkə sərhədində yerləşmir. Vaxt itirmirik. 3-cü yanlışdır. 4-cüyə baxırıq. Yan silsilə. Paleozoy yaşlı sıxırlar səthə çıxmışdır. Paleozoy yaşlı sıxırlar yalnızca Böyük Qafqazdadır. Biz də bilirik ki, Paleozoy yaşlı sıxırlar Kiçik Qafqaz tektonik qalxmasındadır. 4-cüsü yanlışdır. 5-ə baxırıq. Bozdağ Kür dağı arası çökəkliyi zonasında yerləşir. Doğrudur. Arid dendasen relye formalar səciyyədir. Bu da doğrudur. Deməli 5 də doğrudur. Baş Qafqaz silsiləsində qədim stravulkanların qalğıları geniş sahədə yayılmışdır. Bu yanlış fikirdir. Filiz faydalı qazıntılara rast gəlinmir. Gəlinir. Niyə ki? Polimetal filiz yataqlarına rast gəlinir. Doğru cavab oldu B variantı. 1, 2, 5. Evet, suala baxırıq. Deməli, neçənci sual idi bu? 66-cı sual. Keçirik 67. Maraqlı sual litosfer tavalarına aid. Deməli, Naska və Sakit Okean litosfer tavalarının bir-birindən ayrılma səbəb olmuşdur. Naska və Sakit Okean litosfer tavalarının bir-birində ayrılması səbəb olmuşdur. Kordilya dağlarının yaranmasına. Əgər burada söhbət deməli ayrılmaz gedirsə, söhbət divergentdən gedir. Divergent sərhəd gedirsə, burada dağ əmələ gəlməz də, məlum məsələdir. Rit zonaları formalaşır da. Kordilya dağları konvergent sərhəddə əmələ gəlir. Yəni Sakit Okean litosfer tavası ilə Şimali Amerika litosfer tavasının toqquşmasından əmələ gəlmiş olur da, məlum məsələdir. Deməli biz burada onda götürəcəyik. Kordilya dağlarının yaranması bu tavaların toqquşma sərhədində əmələ gəlir. Zond və aleit novlarının formalaşması. Ümumiyyətlə zond Cənub-Şərqi Asiya regionunda yerləşir. Bunun Naska və Sakit Okeanından tam uzaqda yerləşir. Buna adi. Aleit da Avrasiya materikinin şimal-şərqi hissəsində. Deməli 2-ni də götürmürük.
Pasxa adasının yaranmasına, Naskov Saçlı ölkənin Litasvet havadan bir-birindən ayrılmasına səbəb olmuşdur. Pasxa adasının yaranmasına. Bəli, 3 doğrudur götürürük. Aralarında konvergent sərhədin formalaşmasına. Aralarında konvergent olmaz, divergent olardı. Deməli 4-də getdi. Rift zonasının formalaşması. Bəli, biz bilirik ki, Litasvet havalarının hərəkəti zonasında bilirdik ki, Litasvet havaları ayrılarkən rift zonası formalaşmış. Doğru cavab oldu. Deməli 3. Deməli doğru cavab oldu 3, 5. D variantı. Günəş 15 şimal enliyində zenitdədir. Bunu əsasən tropik işıqlanma qurşağında yerləşən hansı coğrafi enlikdə günorta vaxtı şaquli bastırılmış direğin kölgəsi şimala düşər? 15 şimal enliyində zenitdədir Günəş. Bunu əsasən tropik işıqlanma qurşağında yerləşən hansı coğrafi enlikdə günorta vaxtı şaquli bastırılmış direğin kölgəsi şimala düşər? 30 dərəcə cənub enliyində məlum məsələ Günəş 15 şimaldadırsa kölgə cənuba düşür. 30 şimal ilin dairəsində kölgə cənuba düşür. Daha doğrusu 30 şimal ilin dairəsində kölgə şimala düşəcək. Amma bizdən tropik işıqlanma qurşağını soruşur. Diqqətli olmaq lazımdır bu sualda. 40 şimal ilin dairəsində də şimala düşür, amma 40 şimal ilin dairəsi tropik işıqlanma qurşağına düşmür. Mülayim işıqlanma qurşağıdır. 30 şimal ilin dairəsi də mülayim işıqlanma qurşağıdır. 30 cənub ilin dairəsi də cənub mülayim işıqlanma qurşağıdır. 15 cənub en dairəsi. 15 cənub en dairəsində götürə bilmərik, çünki bizdə şimalı soruşur. D variantda getdi. 23,5. Günəş 15 dərəcə cənub enində zenitdədirsə, deməli 20 dərəcə şimal ilin dairəsi 15 şimaldan şimalda olduğuna görə məlum məsələdir. Günəşin direğin kölgəsi nə olacaq? Şimala düşəcək. Doğru cavabımız deməli B variantıdır. Növbəti suala baxırıq. 67 və 68-ci sualı da izah etdik. 69-cu sualda maraqlı sualdır. Baxırıq. Deməli 69-cu sualda uyğunluğu soruşur. Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün ərazilərdə filiz faydalı qazıntılar geniş yayılıb. Kiçik Qafqaz tektonik qalxmasına aid olan bütün ərazilərdə filiz faydalı qazıntılar geniş yayılıb. Kiçik Qafqaz, məsələn, Talış dağları Kiçik Qafqaz tektonik qalxmasına aiddir, amma orada filiz faydalı qazıntı yoxdur. Elə cavab burada A variantıdır. Qələmi götürməmişik. Burada elə cavab A variantıdır. Yanlışdır, yanlışda qabağına yazılıb. Orta Araz əyilməsi zonasında, Orta Araz əyilməsi tektonik zonasında yalnız tikinti mənşəli faydalı qazıntılar yayılmışdır. Yanlışdır, amma qabağına doğru yazıblar. B variantda getdi. Ölkəmizin bütün tektonik zonalarında palçıq vulkanları yayılmışdır. Bu yanlışdır, amma qabağına doğru yazıblar. Tektonik qırılmalar ərazilərin yaxınlaşması nəticəsində qırışıqlıqlar və qırışıqlıqlar isə kənarlaşması nəticəsində yaranır. Tektonik qırılmalar ərazilərin bir-birindən uzaqlaşması nəticəsində yaranır. Amma burada isə yaxınlaşması nəticəsində. Bu yanlışdır. Amma doğru fikir yazıblar qabağına. Olmaz. Böyük Qafqaz tektonik qalxma zonasında sürüşmə prosesi ilə aktiv şəkildə özünü göstərir. Bu doğru fikirdir, amma qabağına yanlış yazıblar. Ona görə düzgün cavabımız A variantı olmuş olur. Növbəti suala bir dənə baxaq. 70-ci sualdır. Qələmi götürək. Qərbi Sibir düzənliyi hansı xüsusiyyətinə görə Turan ovalığı ilə oxşar deyil? 70-ci sualda. Platformada yerləşir. Platformada yerləşir. Bizdən soruşu isə oxşar deyil. Neft və qaz ehtiyatı zəngində hər ikisində də, Avrasiya materialında hər ikisində, akkumulyativ düzənlik hər ikisində iki işıqlanma qurşağında yerləşir. Cavab burada Y variantıdır. Niyə? Qərbi Sibir düzənliyi şimal qütb dairəsi, yəni 66.5 şimal qütb dairəsi xətti ilə kəsişdiyinə görə həm qütb işıqlanma qurşağına düşür, həm də mülayim işıqlanma qurşağına düşür. Turan ovalı isə yalnız və yalnız mülayim işıqlanma qurşağında yerləşir. Düzgün cavabımız olacaq Y variantı. Növbəti suala baxırıq. 70-ci sual. Qaydırıq. 71-ə. Maraqlı sualdır bu da. Deməli, Cənubi Amerika və Afrika materikləri üçün ümumi əlamətləri müəyyən edin. Cənubi Amerika və Afrika materikləri üçün ümumi əlamət. Ucqar şimal nöqtəsi şimal yarımkürəsində yerləşir. Bəli, Cənubi Amerikanın ucqar şimal nöqtəsi Galinas. Deməli, burada görüm yaza biləcəyik. Galinas
Biraz səliqəsiz oldu, amma olsun, eybi yox. Afrika materiki üçün ümumi əlamətləri müəyyən edin. Afrika materikinin isə şimal ucqarı nöqtəsi isə Bensekka burnudur. Bensekka qısaca yazıram, nəysə. Burada qələmimiz yaxşı yazmır. Ucqar şimal nöqtələri şimal yarımkürəsində. Bu doğru fikirdir. Doğru fikirdir. Daha sonra qərb hissəsində fəal seysmiklik və vulkanizm müşahidə olunur. Xeyr, Afrika materikinin qərb hissəsində fəal vulkanizm yoxdur. 2 səhvdir. Cənubi Amerikada var, amma Afrikada yoxdur. Geoloji keçmişdə qədim Qondovana qurusuna aid olmuş. Bəli, hər ikisi də qədim Qondovana qurusunun parçası olub. Mezozoik kimya qırışıqlığına aid olan ərazilər mövcud deyil. Bəli, biz bilirik ki, yalnız və yalnız Mezozoik, yəni kimya qırışıqlığı Avrasiya və Şimali Amerikada mövcud, digər materiklərdə mövcud deyil. Bu doğru fikirdir. Deməli 1 4 1 4 bir də 3-ü də götürmüşdük. Geoloji keçmişdə qədim Qondovana qurusuna aid olmuşdu. 1 3 4 doğru cavab B variantı. Görək burasında nə deyir? Hər iki tropik xətt ilə kəsişir. Cənubi Amerika cənub tropik xətti ilə kəsişir, ekvator Afrika isə hər ikisini. Bu yanlışdır. Sahillər Atlantik və Hind okean suları ilə yuyulur. Oy. Atlantik okeanı Afrika sahillərini yuyur. Amma Cənubi Amerika sahilləri Hind okean suları yumur. 6 da yanlışdır. Növbəti suala baxırıq. 72. Xəritə sxemasından vulkanogen effuziv çökmə süxurlarının yayıldığı əraziləri müəyyən edin. Vulkanogen effuziv süxurlar məlum məsələdir ki, filiz mənşəli faydalı qazıntıların yayıldığı əraziləri göstərir. Biz də bilirik ki, Respublika ərazimizdə filiz faydalı mənşəli qazıntılar 1 rəqəmindədir, yəni Balakən-Zaqatala zonasında, Kiçik Qafqaz tektonik qalxmasında və Naxçıvan ərazisində. Düzgün cavabımız 1 3 4. 1 3 4 yoxdur. Bizdə vulkanogen effuziv çökmə sonu yayıldığı əraziləri müəyyən edir. 1 3 4 yoxdur. Maraqlıdır. Tamam, bu sual qalsın. Buna baxarıq sonra. Vulkanogen effuziv çökmə süxurlarının yayıldığı əraziləri müəyyən edir. 1 3 4 yoxdur. Tamam, bu suala baxarıq. Günəş 10 şimal enliyində zenitdə olanda hansı coğrafi enlikdə qütb gündüzü deyil? Məlum məsələdə hansına günəşin düşmə uzağı böyükdürsə, orada qütb gündüzündən söhbət gedə bilməz. Günəş 10 şimal enliyində zenitdə olanda hansı coğrafi enlikdə qütb gündüzü? Burada 75 dərəcə şimal enliyindən söhbət gedir. Düzgün cavab E variantı. Növbəti suala baxırıq. Doğru sıraları müəyyən edin. Deməli, 1 xromitin işarəsi göydərədir. Bu doğru fikirdir. Qızılın işarəsidir, qoşadır, vejinəlidir. Bunlar qızıl yataqlarımızdır. Polimetal Qaradağ. Polimetal Qaradağ yatağı yoxdur deyə. Bu kükürt yazıb qabağına. Kükürt deyil, əslində bu mis ehtiyatıdır 4-də. Amma qabağına kükürt yazıb, yanlışdır. Sonra 5-ciyə baxırıq. Gips. Bəli, gipsin işarəsidir. Gips ağzıkən gips yatağı. Doğrudur işarə. Həm yatağın adı, həm də ki işarəsi düzgün verilib, şərt işarəsi. 6-ya baxırıq. Bu travertin deyil. Bu molibdenin işarəsidir. Bu molibdenin işarəsidir. Amma burada travertin yazıb. Bu da yanlışdır. Deməli, düzgün cavab oldu. 1, 2 və 5. 1, 2, 5. Doğru cavab A variantı. Növbəti suala baxırıq. 74-dür bu, eləmi? 74 və 75-ci suala gəlirik. Xəritə sxeması əsasən K məntəqəsindən başlayan davam edirik. Xəritə sxemi əsasən K məntəqəsindən başlayan istiqamətlərə uyğun gələn coğrafi obyektlərin düzgün sırasını müəyyən edin. Baxırıq. 1, 2, 3. K-dan 3 dənə rəqəm. 1, 2, 3. Deməli, qələmi götürürük. Deməli, 75-ci suala baxırıq da. 75-ci sualda Baş Qafqaz silsiləsi K-dan 1-ə Baş Qafqaz silsiləsi plus qanı xəritəsi çökəkdir. Bu doğru fikirdir. Bu hissə bax, Baş Qafqaz silsiləsidir. Bu hissə isə qanı xəritəsi düzüdür. İkinciyə baxırıq. Cənub-şərqi Şirvan.
Cənub-Şərqi Şirvan bu hissədədir. Bax burdadır. Cənub-Şərqi Şirvan burdadır. Amma bizə Cənub-Şərqi Şirvanı burada göstərir. Deməli 3 səhvdir. 3 səhvdir. B getdi yəni. C-yə baxırıq. 2-dən, yəni K-dan Şirvan düzü və Qarabağ düzü. Şirvan düzü və Qarabağ düzü. Bəli, bax Şirvan düzü bu hissədədir. Qarabağ düzündə bir hissəsi bura düşür. Deməli bu doğrudur. C. A, C doğrudur. A, C varsa deməli B variantı getdi, Y variantı getdi, D variantı da getdi, Y variantı da getdi. Bir dənə variantımız qalır. 3-ə baxırıq. 3-ə. K-dan 3-ə Muğan düzü. Bəli, bax Muğan düzü bir hissəsi bura düşür. Bura isə mil düzüdür. Bax bu nöqtə qoyduğum yer isə mil düzüdür. Və bura var silsiləsi. Bu hissə isə bəli, bura var silsiləsi. Deməli bu da doğrudur. A, C, bir də ki D. Doğru cavab A variantı. Qusar maili düzənliyi baxırıq. Bir də ümumiyyətlə qusar maili düzənliyi burdadır. Amma yaşma düzü. Yaşma burdadır. Heç bura ümumiyyətlə xətt gəlib çatmır. Doğru cavabımız A variantı. Növbəti suala baxırıq. Kür çayı hansı relyef vahidləri arasında sərhəd rolunu oynayır? Kür çayı hansı relyef vahidləri arasında? Şirvan və Mil düzləri arasında. Bəli, Şirvan Kürdən şimaldadır, Mil isə cənubdadır, cənub hissəsindədir. Bu doğru fikirdir. Muğan və Cənub-Şərqi Şirvan düzü arasında. Muğan və Cənub, bəli, Muğan və bəli, Cənub-Şərqi Şirvan düzü arasında. Bu da doğru fikirdir. Müəllim məsələn xəritə sualda, xəritəyə baxsaq, diqqət etsək görərik ki, Kür çayı bu verilən relyef vahidləri arasında sərhəd rolunu oynayır. Mil və Muğan düzləri arasında Arazdır, məlum məsələdir. Burada Araz çayıdır. Salyan və Mil düzləri arasında da Araz çayıdır. Həmçinin eyni qaydada. 4-də deyil. Hərami və Qarabağ düzləri. Ümumiyyətlə arasında, yəni bunların sərhəd rolu yoxdur. Gəncə, Qazax düzü və Ceyrançöl. Bəli, Gəncə, Qazax düzü və Ceyrançöl arasında da Kürün sərhəd rolu var. Doğru cavab 1, 2, 6 D variantı. 77-ci sual. Eol mənşə relyef formaları. Eol mənşə relyef formaları dedikdə, yəni söhbət küləyin yaratdığı relyef formalarında söhbət gedir. Yəni səhrada küləyin yaratdığı relyef formalarında. Məlum məsələdə duyunlardır, barxanlardır və 2 dənə, elə 4, 5 cavab D variantı. 210 azimutla 4 kilometr hərəkət edən səyyah əvvəlki məntəqə ən qısa yolla hansı azimutla geri qayıtmalıdır? Azimutda qayda olaraq demişdik, əgər gedilən azimut bucağı 180-dan kiçikdirsə, əvvəlki məntəqəyə qayıtmaq üçün 180-ın üzərinə gedilən, qələmi götürürük. 180-ın üzərinə gedilən azimut bucağını gəlirdik. Yox, əgər gedilən azimut bucağı 180-dan böyükdürsə, bu zaman gedilən azimut bucağından 180-də çıxırıq. Yəni 210 çıxılsın 180. O da bərabərdir. Neçə edəcək? 30 dərəcə. Doğru cavab C variantı. Növbəti suala baxırıq. 79. 79-cu suala baxırıq. Uyğunluğu müəyyən Salavat aşırımı, Biçənik aşırımı, Ömər aşırımı. Deməli, Salavat aşırımı məlum məsələ Baş Qafqaz silsiləsində yerləşir. B variantı. Biçənik aşırımı da yerləşir Zəngəzur silsiləsində, məlum məsələdir. Ömər aşırımı da yerləşir Murovdağ silsiləsində. A. Deməli, doğru cavab B, D, A. B, D, yəni 1, B, 2, D, 3, A. Təxminən belə deyə bilərik. Deməli, birinci Salavat aşırımda hündürlüyü nə deyək? 2910 metr. Biçənik aşırımında 2346 metr və Ömər aşırımında 3261 metrdir. Qələmimiz yaxşı yazmadığına görə məlum məsələdir. Burada şifahi dedik keçdi. Növbəti suala baxırıq. 84-cü sual. Xəritə sxemində ştrixlənmiş ərazi üçün doğru fikirləri müəyyən edin. Söhbət Braziliya yaylasından gedir. Akkumulyativ düzənlikdir. Xeyr. Denudasiyon düzənlikdir. Platformanın qalxan sahəsi. Bəli. Ümumiyyətlə yaylalar platformanın qalxan sahəsi adlanır. Denudasiyon düzənlikdir. Bəli, denudasiyon düzənlikdir.
Seismik prosesli aktivdir. Xeyr, platformadır. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Xeyr, platforma olduğuna görə fəaliyyətdə olan vulkana rast gəlinmir və günəşin zenitdə olma prosesi baş verir. Bəli, cənab tropik xətt üzərində zenit prosesi baş verir. Düzgün cavab 2, 3, 6. Növbəti suala baxmış oluruq. Deməli, doğru ifadələri müəyyən edin. Doğru ifadələri müəyyən edin. Müqəddəs Yelena və Kuril adaları litosfer tavalarının divergent sərhədlərində yerləşir. Müqəddəs Yelena və Kuril adaları bəli, bu doğru fikirdir. Müqəddəs Yelena və Kuril adaları litosfer tavalarının divergent sərhədində yerləşir. Bu doğru fikirdir. Müqəddəs Yelena Atlantik okeanında yerləşir, Kuril adaları isə Sakit okeanda. Kalaxarda qum duyunları geniş yayılmışdır. Xeyr, Kalaxarda qum duyunları geniş yayılmamışdır. Pireney dağlarını Qrinviç meridian kəsdiyi üçün bu dağlar 3 yarımkürədə yerləşir. Pireney dağları Fransa ilə İspaniya arasında yerləşdiyinə görə məlum məsələdir. Qrinviç meridianı kəsdiyi üçün şərq, qərb və şimal yarımkürəsində yerləşir. Bu doğru fikirdir. 1-3 Kapetdağ Alp Himalay qırışıqlıq zonasında yerləşir. 4 də doğrudur. 1, 3, 4. 1, 3 və 4. Alp və Karpat dağları qırışıq failli dağlar hesab olunur. Xeyr, qırışıq yox, qırışıq dağlar hesab olunur. Afrikanın ən uca zirvəsi onun yeganə cavan dağ sistemi olan Atlasda yerləşir. Xeyr, Afrikanın ən uca zirvəsi Kilimancarodur. 5895 metrdə. O da Şərqi Afrika sınma zonasında yerləşir. Növbəti suala baxırıq. Kəsmə yüksəkliyi 450 metr olduğunu bilərək A nöqtəsi ilə zirvə nöqtəsinin hündürlük fərqini hesablayan. Deməli, horizontalda qayda belə idi. Əgər verilən relyef forması təpədirsə, yəni təpə relyef formasıdırsa, daxildə verilən nöqtəyə baxırıq. 5285. Bu zaman kəsmə yüksəkliyinə bölünən, yəni 450-yə bölünən 5285-dən kiçik tam qalıqsız ədəd. Hesablasaq 4950 olur. 4950. Yəni 450-yə bölünən 5285-dən kiçik tam qalıqsız bölünən ədəd 4950-dir. Və 450 metr A nöqtəsinə gəlsək, yəni çıxsaq 4950-dən A nöqtəsinin hündürlüyü olacaq 3600 metr. Qələmimiz yaxşı yazmadığına görə üzrlü sayın. 3600 metr. 5285-dən də burada təqribə görə qeyd edilə bilərik. 4000 alındıra bilmədik, eyb yox. Deməli, bizdən nə soruşur? A nöqtəsi ilə zirvə nöqtəsi arasında hündürlük fərqini hesablayın. 5285-dən neçə çıxırıq? 3600-ə çıxsaq, o da edəcək 1685. Doğru cavab 1685. Biraz səliqəsiz oldu, üzrlü sayın. 86, 87-ci suala baxırıq. Deməli, uyğunluğu müəyyən edin. Dağlar, Qafqaz dağları, Kunlun dağları, Appalaz dağları. Qafqaz dağları Alp qırışıqlığında əmələ gəlib. Kunlun dağları, deməli, Kunlun dağlarında Kimmer qırışıqlığında əmələ gəlib, yəni Mezozoik qırışıqlığında. Və Appalaz dağları isə Kaledon və Hersin qırışıqlığında. C-Y. Növbəti suala keçirik. Deməli 1A, 2D, 3C-Y. Aha, 80-cı suala baxırıq. Xəritələrdə çayların axın istiqaməti hansı təsvir üsulu ilə göstərilir? Məlum məsələdə hərəkət olduğu üçün hərəkət xəttləri üsulu olacaq C variantı.
Topoqrafik plan hansı miqyaslarda tərtib olunur? Məlum məsələdə böyük miqyasdan söhbət gedir. Topoqrafik plan 2000 və ondan daha böyük miqyaslarda tərtib olunur. Y variantı. 82-ci suala baxırıq. 82-ci sualda biz bayaq keçmişik bu suallara. Biz yenidən geri qayıdırıq. Yox. 81, 82-ci sual. Doğru olmayan sıraları, sıralamada biraz ardıcıllığı pozmuşuq. Yox. Doğru olmayan sıraları müəyyən edin. Vulkanlar verib. Biz doğru sıraları seçməliyik. Deməli, doğru sıraları seçəcəyik. Doğru olmayan sıraları müəyyən edin. Üzrlü sayın. Vulkanlar Dəmavənd, Pinatubo, Reynir, Cameron, Şasta və Hekla vulkanları. Deməli, Dəmavənd vulkanı yerləşir Avrasiyada. Bu doğru fikirdir. Bizdən isə doğru olmayan soruşur. Pinatubo Cənubi Amerikada yerləşmir, Avrasiyada yerləşir. Bu yanlış fikirdir. Reynir Şimali Amerikada yerləşir. Doğru fikirdir. Cameron Afrikada yerləşir. Doğru fikirdir. Cameron Afrikada yerləşir. Doğru fikirdir. Şasta Cənubi Amerika, Şimali Amerikada yerləşir. Yanlışdır. Hekla baxaq görək hara verib? Şimali Amerika. Hekla İslandiyada yerləşir, Avrasiyaya aiddir. Bu da yanlışdır. Doğru cavab 1, 3, 4. E variantı. 83-cü suala baxırıq. 83-cü suala baxırıq. Doğru olmayan sıraları müəyyən edin. Qviyana yaylasını verib. Qviyana yaylasını verib. Dendasiyon düzənliklər verib. Qədim platforma və hündürlüyü 500 metrdən çoxdur. Əslində bu doğru fikirdir. Bizdən doğru olmayanı soruşur. Məlum məsələ yaylalar hündürlüyü 500 metrdən yüksək olar və qədim platformalar hesab olunurlar. Bu doğru fikirdir. Qərbi Sibir alüvyal düzənlikdir. Cavan platformadır, amma hündürlüyü 500 metrdən azdır, çox deyil. Bu yanlış fikirdir. Orta Sibir yayladır, amma burada akkumulyativ yazıb. Yanlış fikirdir. La Plata akkumulyativdir, ovalıqdır. Amma dendasiyon yazıb, yanlış fikirdir. Anadolu yaylası dendasiyon düzənlikdir, geosinkronaldır. Hündürlüyü 5 metrdən çoxdur. Bu da doğrudur. Deməli, bu da doğrudur. Yanlışı soruşduğuna görə 2, 3, 4. 2, 3, 4. Növbəti suala keçirik. 88-ci sual və gəldik situasiya tipli suallara. Dərsin sualların ən maraqlı hissəsinə, situasiya tipli suallara baxırıq. Deməli, A materikinin sahil xəttləri litosfer tavasının sərhədi ilə üst-üstə düşmür. Ona görə də seismik cəhətdən sabitdir və burada fəaliyyətdə olan vulkan yoxdur. Burada cavan dağlar yoxdur, lakin şərq sahilləri boyunca çox da yüksək olmayan qədim dağlar uzanır. Materikin sahillərinin iki okeanın suları yuyur. Onun ucqar qərb nöqtəsi 113 şərq uzunluğunda, şərq nöqtəsi isə 154 şərq uzunluğunda yerləşir. Baxın uşaqlar, xəritəyə diqqət etsək, əgər xəritə qarşınızdadırsa, xəritəyə diqqət etsək, söhbət Avstraliya materikindən, qələmi götürməmişik. Söhbət Avstraliya materikindən gedir. Avstraliya materikindən gedir. A materiki və onun sahillərini yuyan iki okeanın adını yazın. Məlum məsələ qeyd elədik ki, deməli materiki cavab olaraq Avstraliya materikini tapdıq və iki okean deyirsə Avstraliya materikinin sahillərini deməli yuyur. Hind okean, bir də ki Sakit okean. A materikinin 89-cu sual. A materikinin ucqar qərb və şərq nöqtələrinin adlarını qeyd edin. A materikinin ucqar qərb və şərq nöqtələrinin adını və onlar arasındakı yerli vaxt fərqini tapın. Məlum məsələdir, materiklərin ucqar nöqtələri, deməli Avstraliyanın qərb ucqar nöqtəsi Steep Point, qısaca yazacağam. Steep Point burnudur. Steep Point burnudur. Ucqar şərq nöqtəsi isə Byron burnudur, məlum məsələdə. Byron. Yerli vaxt fərqi isə, deməli, uzunluqlar arasında dərəcə fərqini təbii ki, birinci tapırıq. 153 çıxılsın. 153-dən çıxırıq. 113-ü. O da eləyir neçə dərəcə?
deməli 41 dərəcə. Aralarında 41 dərəcə fərq var. Bu 41 dərəcəmizi də saata çevirsək 2 saat 30 dərəcə 41-dən də 30 çıxanda 11. 41-dən də 30 çıxanda 11, 11 də 4-ə vuranda 2 saat 44 dəqiqə. Deməli məntəqələr arasında yerli vaxt fərqi 2 saat 44 dəqiqədir və nəhayət sonuncu sualımıza baxırıq. A materikində yerləşən qədim dağları ən azı 2 dağ və materikin ən uca zirvəsini müəyyən edin. Müəllim məsələ qədim dağlar məsələn Hammersli və Makdonel dağlarını misal göstərmək olar. Makdonel və Hammersli dağları. Sonra nə soruşur? A materikində yerləşən qədim dağlar və materikin ən uca zirvəsi. Materikin də ən uca zirvəsi Kostiyuşkodur. Kostiyuşko. Qısaca yazacağam. Kostiyuşko. 2228 metr. Burada yer olmadı. Buradan qeyd edirəm. 2228.